Bura gözdən uzaqda yerləşən uzaq bir sahil qəsəbəsi idi. Bu balaca qəsəbənin də bir balaca kilsəsi var idi. Kilsənin arxa həyətində uzun müddətdir ki təmizlənməyən yaban otlar arasında güclə sezilən bir skamya da var idi. Kilsənin 25 yaşlı gənc keşişi Aflatun bu skamyada oturmuşdu və gözünü yerdə sağa sola var-gəl edən qarışqalara baxırdı. Dərin bir iç keçirərək hazırda sorğulamaqda olduğu müharibələr haqqında düşüncələrini ertələyərək kilsəyə doğru addımlamağa başladı. Gündəlik vəzifəsi isə insanların günahlarını dinləmək, onlara təsəlli vermək və mənəvi boşluqlarını inanc ilə doldurmaq idi. O bu günahları dinləyərkən aldığı xüsusi bir zövq var idi və bu günahlara empatiya yaşamağa çalışaraq çözmək istəyirdi ki, insanlar əslində niyə günah edir? Həmçinin bu balaca qəsəbədə yaşayan əksər insanların gizli yaralarını, sirlərini və günahlarını çox gözəl bilirdi. Hətta düşünürdü ki, bu günahların da bir qoxusu var. Hər etiraf otağına girmədən öncə rutin olaraq dərin nəfəs alışı zamanı bu qoxunu ciyərlərini çəkdiyini düşünürdü. Aflatun kilsəyə daxil olarkən ətrafı izlədi və ağlına gəldi ki, təmənnası şəkildə yaradılan inanc məhz onun gerçəyi görməsinə mane olaraq onu daima bu açdığı qapıların arxasında saxlayır. Günün isə elə bir saat idi ki, hətta etiraf üçün belə heç kəs bu saatda kilsəyə gəlmirdi. Kilsə daxilində yerləşən yataq otağına keçdi və pəncərənin tək görünən mənzərəsi olan bu alaq otları basmış, sarmaşıq basmış skamyaya bir də başqa perspektivdən baxmağa başladı. Otların tərpənməsi və sanki birinin bu skamya altında bir şeylər axtarmasını sezdiyi anda diqqəti dağıldı və reflektiv olaraq pəncərənin şüşəsini taqqıldatdı. Səsi eşidən şəxs isə arxasına baxmadan kilsənin hasarından tullanaraq qaçdı getdi. Aflatun iti addımlar ilə skamyaya doğru, yəni çölə addımladı. O skamyaya doğru gedərkən ağlına ani şəkildə gələn düşüncələrə gülümsədi. Təmənnasız inancı sorğuladığı üçün sanki ona bir cavab mesajı potensialı daşıyan bir hadisə yaşamağa başladığını hiss edirdi sanki. İçindəki marağın bir anda necə sürətlə inanca çevrilərək qüsursuz fərziyələr yaratdığını və onu qüsursuz idarə etdiyini sezdi. Bir anlıq qorxdu və həyəcan hissləri qarışıb, onu sanki sürətli şəkildə bilinməzlə tanış edirdi. Skamyanın yanına gəlib çatdı və əyilib altından bir qara bağlama gördü, ardınca siqaret paçkası boyda təxminən. Heç bir tərəddüd etmədən bağlamanı götürüb yenidən otağına doğru yönəldi. Eyni zamanda çox bərk və yüngül olması onun maddə həcmi və ya kəmiyyəti barədə təsəvvürlərini alt-üst edirdi. Otağına çatdıqda isə sanki nə etdiyini çox gözəl bilirmiş kimi bu bağlamanın kənarlarından onu ülgüz ilə səlqə ilə kəsməyə başladı. Yaş və əzilmiş yonca qoxusunun boğulmuş kəskin qoxusuna bənzər bir qoxu bütün otağı bürüdü. Oxuduğu ezoterik kitablardan rəsmini gördüyü və haqqında eşitdiyi bir bitkinin hazırda önündə olduğunun fərqinə varanda təəccübləndi. Çünki Tanrıdan bir cavab gözləyirdisə də bu bir yazı şəklində, bir məktub şəklində və yaxud da hər hansısa bir informasiya daşıyan bir qaynaq olmalıydı deyə düşünürdü. Lakin bu sadəcə çətənə bitkisi idi. Ara sıra şərab sonrası tütün çəkmək üçün zövqü var idi və bu tütünü qoca keşişdən ona yadigar qalmış bir pipo ilə çəkirdi. Piponu öz qutusundan səlqə ilə çıxartdı və bitkidən bir parça qopartdı və pipoya dürtdü. Bir anlıq durdu və tərəddüd elədi. Sonra otaqdan çıxıb etiraf otağına doğru yönəldi. Dar otaq olduğu üçün bu etiraf otağının həm havalandırması var idi, həmçində bu etiraf otağı Aflatunun komfort zonası deyə biləcəyimiz bir ərazisi zonası idi. Otağa daxil olarkən xaçın önündəki şamlardan birini götürdü, qapını bağlayıb şamla piponu alışdırdı. Dalbadal iki qulla vurdu və sanki hər zaman diskusiya yoldaşı olan iç səsi yenə bir daha təzahür elədi. Özündən asılı olmadan səsli şəkildə danışmağa başladı. Əxlaq, həqiqətən də nədir əxlaq? Necə olur ki, bir-birini öldürən insan üçün ona tanınan haqq əxlaqlı hesab edilə bilər? Ədalətin etalonunu kim təyin edir?
Bir qullab daha vurdu. Biriləri bu divarı beynimdə tikərkən mən niyə ətrafda özümə qapılar yaradıb onu açar axtarmışam? Əslində qapı da, açar da, divar da yoxdur. Sadə cavabı həzm etmək niyə çətindir axı bu qədər? Ümumiyyətlə bu ölümlər üçün imza ataraq fərman verənlərin əli heç əsmir. Dünyanın dəyişməsi şərtdir. 2 dəfə təkrarladı və daha bir qullab vurdu. Bu zaman ətrafdan fərqli bir səs eşidildi. Bunu sən dəyişə bilərsən, hə? Gələn səs etraf otağının çölündən eşidilirdi. Bir qız səsi idi. O Əflatunun dediyi hər sözü eşitmişdi və o çəkdiyini belə bilmişdi. Əflatun isə o qədər düşüncələrinə qərq olmuşdu ki, bunu önəmsəmədən cavabladı. Bax, əxlaqın olmadığı dünya xəyal edə bilirsən heç? Xəyal edə bilirsənsə, bu ssenardakı insanların rolunu da təyin etməyə, xəyal etməyə məcbursan. Əks halda bu planet zibilxana planeti olardı. Daha bir qullab vurdu və Pipo olan əlini havaya qaldırıb sifəti ilə eyni hizada tutdu. Əlində bir balaca qarışqa yerirdi və ona baxaraq davam etdi. Bax, həyat eynən bir koloniya olardı. Sevgi isə sadəcə bu koloniyada inkubasiya üçün vacib hesab edilərdi. Müəyyən yaşa qədər bu yeni doğulmuş körpələr ştil, müəyyən yaşdan sonra isə işçi arı olmağa məhkum bir koloniya vətəndaşı. Mənsub olduğu koloniyaya görə fəxr edib ölümə də hazır olardı. Buna isə mənəviyyat adı verilərdi. Bax, əgər mənəviyyatın varsa, canı olan hər canlının yaşama haqqının səndə olmadığını bilməklə yetinməyib, onu öz növündən qoruyursan, dedi. Sonra anidən fərqinə vardı ki, bu sözlər sanki Əflatunun özünə məxsus deyil və tanımadığı biri ilə bunu bölüşürdü. Bu anda qız dilləndi. Etraf otağına ilk dəfədir ki gəlirəm və etiraf etmək niyyətində də deyildim əslində. Lakin bir keşişin etrafı ilə qarşılaşdım. Necə də qüsursuz bir təsadüfdür deyib gülümsədi. Əflatun marağını o an gizlədə bilmədi və soruşdu. Bir dəqiqə, bəs sən nə üçün gəlmisən bura? Otaqdan çıxıb qız ilə üz-üzə durdu. Əflatun gözləri almaz kimi parıldayırdı. Və bu anda qız çox sırtıq şəkildə gülümsəyərək dedi. Zəhmət olmasa otumu qaytar.